Bura Tərtər rayonudur. Cəbhə bölgəsində igidliyi, dözümlülüyü ilə dastan yazan hər bir çətinliyə sinə gələn Tərtər. Amma bugün Tərtərlilər düşmən gülləsindən deyil, aidiyyatı qurumların saymamazlığından, bir bankomatın əsarətindən əziyyət çəkirlər. Bəli, yanlış eşitmədiniz. Kosmosun fəth olunduğu, rəqəmsallaşmadan bəhs edildiyi bir dövrdə bütöv bir rayona cəmi bir işlə bankomat rəva görülüb. Maaş və pensiya günləri gələndə Tərtərdə vətəndaşlar üçün sözün əsl mənasında növbəti bir zülm sınağı başlayır. İnsanlar halal pullarını, dövlətin onlara ayırdığı pensiyanı ala bilmək üçün səhər saat 3-dən 4-dən yollara düşürlər. Hələ günəş doğmadan soyuqda və ya istidə növbə tuturlar. Əlində çəliyi olan əlillər, beli bükülmüş analar, ahıl yaşda atalar saatlarla, günlərlə bu növbələrdə rəsmən can qoyurlar. Bütöv bir rayonu bir nöqtəyə möhtac etmək hansı məntiqə sığır? Kapital Bank rəhbərliyi, rayon icra hakimiyyəti bu mənzərəni görmür, yoxsa görməzdən gəlir? Vətəndaşın rahatlığını təmin etmək bu qədərmi çətindir? İnsanlar sual edir. Niyə Tərtər mərkəzində və kəndlərində əlavə bankomatlar quraşdırılmır? Niyə bu millət rəsmən təhqir olunur və saatlarla növbələrdə incidilir? Texnologiyanın inkişaf etdiyi bir əsrdə Tərtər sakinlərini səhər saat 3-dən bankomat növbəsinə məhkum etmək sadəcə məsuliyyətsizlik deyil, həm də vətəndaşa qarşı hörmətsizlikdir. Bu insanlar dövlətin verdiyi pensiyanı işgəncə ilə yox, rahat şəkildə almalıdırlar. Ümid edirik ki, bu rüsvayçı mənzərədən sonra aidiyyatı qurumlar kabinetlərindən çıxıb Tərtər sakinlərinin bu fəryadını eşidəcək və problemi dərhal həll edəcəklər. Bizim rayonun günü budur. Bir dənə bankomat işləyir. Hər pensiya alınanda, hər vəziyyət olanda bu gündə bu cəmaat yaşayır. Pensiyalan kimdə qoca arvadlar, qoca kişilər. Bax, rayonun zulmü budur. Bizim rayonun yaşayışı budur. Baxın. Tərifləməklə deyir ki, baxın, əlində çəlik, qısası olmayan, qol olmayan, gəlib pul almağa bu vəziyyətdir. Bu boyda rayonda bir dənə bankomat işləyir. Deyəndə də deyirlər ki, hər şey əladır, hər şey zordur. Heç zat da əla deyil, heç zat da zor deyil.